aktyor olaraq rola girirsiniz Kəmran bəy, yoxsa o rol sizin içinizdəki Kəmranı üzə çıxardır? Ümumi texniki olaraq rolə girmək, rolə sarılmaq, rolə bürünmək belə bir metodika yoxdur. Stanislavskinin katarsisi var, amma ki, içdən keçirmək, amma o da rolə girmək deyə bir şey deyil. Sadəcə transformasiyadır, dildə sadəcə transformasiyadır, yəni transformasiya həddindən artıq çox böyük əziyyətin qarşısında baş verir. Amma ki, biz kimi oynayırıqsa, yəni çox pis sözdür oynamaq, amma da bunu belə düşünüblər, mən düşünməmişəm. Ondan bizim içimizdə var, hər zaman var. Bizim içimizdə potensial qatil də var, bizim içimizdə potensial oğru da var, potensial yalancı hakim də var, potensial yalancı həkim də var. Sadəcə olaraq onu axtarıb tapırıq. Yəqin elə aktyorun əsas missiyası doğru, həmən film üçün, doğru kəsi axtarıb tapmaqdan ibarətdir. Və doğru sual verməkdən ibarətdir. Mən nə edirəm? Mən nə edirəm? Mən Sevinç xanımın verilişinə gəlmişəm. Niyə? Suallar veriləcək və mən cavablandıracağam. Doğru sual vermək. Aktyorun işi doğru sual verməkdən başlayır. Bürünmək, sarılmaq, nə bilim, girmək, çıxmaq. Tamaşaçıya verdiyi doğru sual. Özünə verdiyi doğru sual. Özünə verdiyi doğru sual, mən nə edirəm? Mən nə edirəm? Mən indi nə edirəm? Niyə edirəm? Hər şey buradan başlayır. Bəs elə bir rol olubmu ki, psixoloji sizi o qədər özünə çəkib ki, siz sonradan baxmısınız ki, sanki o rolu davam eləyirsiniz, yəni ondan çıxa bilmirsiniz o psixoloji durumdan. Olub. Bu hardasa 1-2 il bundan qabaq Konstantinopol filmində olub. Çox ağır bir səhnə var idi. Mən evə girirəm, ev sahibinin hansı ki mənə evin sahibi lazımdır. Kişi, onun yoldaşını, uşaqlarını öldürürəm və çıxıram. Səhnənin özündə elə bir hadisə yaşandı ki, mən bıçağı vuranda bıçaq çarpayının taxtasında keçdi, bayıra çıxdı. Və dubuldə də dedilər ki, var, hər şey okeydir. Və xüsusi cihazlarla mən o bıçağı vuranda qan üzümə sıçrayırdı. Ölən şəxsin qanı. Və mən ilk dəfə orada başa düşdüm ki, qan gözü örtəndə nə olur? Mən heç bir digər halda o bıçağı bu boyda taxta çarpayından keçirə bilməzdim. Heç bir halda keçirə bilməzdim. Yəni, mənim elə bir gücüm yoxdur. Çıxdım bayrağı, xeyli sual verdim özümə və həmən günü mən Bakıya qayıtmalıydım. Harca bir 4 saatdan sonra təyyarəm var idi. Vıborqdan mən Piterə gəlməliydim, Piterdən də Bakıya. Dedim ki, mən bir uçmaq istəmirəm. Mən bir uçmaq halında da deyiləm. Və xeyli sual verdim ki, yəni, ümumiyyətlə, sən bu rolə niyə hədimisən? Uşaq qatili, qadın qatili. Və mən bilmək istəməzdim ki, qan gözü örtəndə nələr olur. İlk dəfə orada başıma gəldi ki, tək elə Allah bizi sınamasın, elə orada başa gəlsin. Amin. Amma orada bir xeyli düşündürdü məni. Hətta ikinci rejissordan xahiş edim ki, bir 3 gün mənim üçün çəkiliş salma. Ki, biraz rahatlanım, biraz özümə gəlim, yəni bu nə idi? Ssenarinin halbuki oxuyanda çox rahat keçmişdim üstündən. Amma ki, o situasiyada necəsə oldu, nə bilim, o qan gözümü örtməyə həddindən artıq çox düşündürmüşdü məni. Heç nə elə belə təsadüfi deyil. Bir 3 gün belə davam elədi. Yəni, durum deyim ki, yox, mən bunun içində qaldım, yox, belə bir şey olmayıb. Amma bir 3 gün düşündürdü. İnsan özünü tanımağa başlayanda ilk qarşılaşdığı acı həqiqət nə olur? Mənə görə ümumiyyətlə həqiqət bir dənədir. Yəni bir həqiqət var. Kimi üçünsə indi bu acıdır, kimi üçünsə şirindir, kimi üçünsə dadlıdır. Ola bilər. Yəni həqiqətin, amma ki bunun həqiqətin bir missiyası var və həqiqət bir dənədir. Hamımız onu bilirik. Sən ya sadəcə həqiqətdən uzaq düşürsən, ya sən sadəcə həqiqətə yaxınlaşırsan. Situasiya budur. Yəni bunun başqa bir tərəfi mənə görə yoxdur. Ya acı həqiqəti, nə bilim, biraz şey gəlir, absurd gəlir mənə, acı həqiqət. Bir həqiqət var,
Bunun acı tərəfi sən o həqiqətdən uzaq düşürsən. Bunun şirin tərəfi sən o həqiqətə yaxınsan. Burada belə qızıl o ip yoxdur ki, sən yıxılmayasan, müvazinətini saxlayasan. Nə qədər yaxın olsan, bir o qədər həqiqətə yaxınsan. Nə qədər uzaq olsan, həqiqət səndən uzaqdır. Təbii ki, söhbət yaradandan gedir. Başqa həqiqətlər də zaten sən yaradana yaxınsansa, həqiqətə yaxınsan. Əlbəttə. Həqiqətin yanındasan və həqiqət də sənin yanındadır. Çünki başqa həqiqətlər biraz başqa yerə götürüb çıxardır. Çünki hərə düşünür ki, öz həqiqəti var. Daha çox biz bu sözlərdən istifadə edirik. Çox təəssüflər olsun ki, indi dəvdədir ki, mənim öz həqiqətim var, mənim yaşanmışlıqlarım var, sən mənim həqiqətimi bilmirsən, bir həqiqət var. Bəli. Və ya sən ya yaxınsan, ya uzaqsan. Bunun başqa variantı Və məncə də o acı deyil. Sadəcə onu elə acı kimi çatdırırlar. Həqiqəti tapmaq məncə ən sevincli bir şeydir. Sizin özünüzlə bağlı qəbul etməkdə çətinlik çəkdiyiniz bir həqiqət olub, hamımızın həyatında yəqin ki, o an olubdur ki, o həqiqəti qəbul eləmək çətindir. Həqiqəti qəbul eləmək. Həqiqəti qəbul eləmək üçün sən müəyyən bir yola çıxmalısan. Çünki sən həqiqət axtarışında olanda da Allahın axtarışındasan. Bunun adına həqiqət axtarışı qoyursan. Sən ədalət axtarışında olanda da Allahın axtarışındasan. Bir yola çıxırsan və o yol özü mütləq şəkildə maraqlı olmalıdır. Çünki mən gedib son nöqtəyə çatanda başa düşürsən ki, və maraqlı olan yol idi, maraqlı olan yolda başıma gələn idi, maraqlı olan yolda 2 addım irəli atıb, 1 addım önə atmaq, arxaya atmaq idi. Yəni, bu bir yol hekayəsidir və o yolda sən özünü tapırsanmı, hamımız deyirik, özümüzü tapırıq. Bu bir qədər mücərrət fikirdir. Allahın izin verdiyi qədər biz özümüzü tapırıq. Bəli. Çünki bəlkə biz özümüzü çox tapsaq, pis insana da çevrilə bilərik. Bunun bu tərəfləri də var. Hər şey əndazəsində gözəldir. Qədərində. Hər şey əndazəsində və qədərində gözəldir. Amma yenə də o özümü tapmaq, son zamanlar dəvdiyə bu söz, özümü tapdım, aydınlandım, nə bilim, ayıldım. Ürək döyündüyü qədər özünü axtarmalısan. Ümumiyyətlə, nə axtardığını da bilməlisən, yoxsa hə, axtarıram, nə axtarsan? Yəni, əgər bir qoyulan hədəf, bir məqsəd yoxdursa, hə, axtar. Nəyə axtarsan? Bəli. Və bir də ki, izin olmalıdır axı tapmağa. Bu, biraz bizdən də asılı olmayan şeylərdir. Bir izin olmalıdır ki, tapasan. Nəsə tapasan. Mən demirəm ki, mütləq şəkildə biz Allahı tapdıq. Allahı tapmaq üçün o qədər nişanə var ki, bu günləri gələndə, məsələn, indi hal-hazırda qapıda, məsələn, 2 dənə gözəl quş oturub oxuyurdular. Baxırsan ki, hə, burada da Allah var. Əlbəttə. Baxır həqiqətə. Yenə də deyirəm, baxır həqiqət niyə? Baxır insan nəyi axtarır Kamran bəy, məncə. Baxır insan nəyi axtarır? İnsan həmişə mənə elə gəlir ki, özünü axtarır ilk olaraq. Baxır, insan çox güman ki, özünü axtarır. Bəzən də belə çox bir gözünün qabağında olur hər şey. Amma ki, biz biraz dramatikləşdirməyi sevirik axı. Biz o axtarmağı da dramatik formada eləməyi sevirik. Amma əslində hər şey çox sadədir, ki var ki. Amma biz ona da bir hekayə yazırıq. Biz ona da bir hekayə uydururuq, axtarma hekayəsinə. Amma hər şey çox sadədir, valla. Təəssüflər olsun ki, elə insanlar var ki, mənə görə ki, sona qədər də hələ də özünü tapa bilmir. Allah bizi o cür insanlardan eləməsin. Amin. Daxilinizdə 2 fərqli sən arasında konflikt yaşananda o anlar necə olur? Hamıda mübarizə var. Bu şamanların belə bir pritçası var. Sənin sağında və solunda 2 canavar var. Bu canavarın biri çox yaxşı canavardır, doğru canavardır. Amma canavardır. Digəri çox pis canavardır. Bunu biz bizim dinimizə götürsək, bu mələklərdən gedir söhbət. Və Castanedanın kitabında
deyir ki, sən hansı canavarı nə qədər yedizdirirsensə, sən osan. Durub deyim ki, mən ancaq yaxşı canavarı yedizdirirəm, yox, elə bir şey yoxdur. Çox olub belə suallar daxildə və çox olub doğru qərarlar verməmişəm. Nə yaxşı ki, verməmişəm, onu da deyə bilərəm. Hər zaman insan doğru qərar verə bilməz, belə bir şey yoxdur. Yəni, mən məsum deyiləm, heç bir halda. Amma ki, o doğru verilməyən qərarların da arxasında dayanmaq lazımdır. Əlbəttə. Mən o doğru verilməyən qərarlarımın arxasındayam. Düşünürəm ki, əsas missiyam elə bundan ibarətdir. Doğru və ya doğru olmayan qərarların arxasında dayanmaq hər bir halda. Bununla sən olursan, bununla zaten sən deyə bilirsən ki, hə, mən elədim. Müəyyən situasiyalarda bəli, məni öldürmək lazımdır, amma müəyyən situasiyalarda o mən mütləq şəkildə ortaya çıxmalıdır. Çünki o mənin o qərarların arxasında dayanmağa həddindən artıq çox vacibdir. Amma bayaq dediyiniz kimi, əndazədən çıxmadan, Təbii ki, yaradanı unutmadan. Əndazədən zaten çıxdıqda artıq o olur ki, mən doğru qərar verməmişəm. Razıyam. Amma ki, müəyyən situasiyalarda o doğru qərarlar da bizi böyüdür. Bir sürəcədir, yəni mənim inandığım bir şey var. Qaça bilmirsən, gəz. Gəzə bilmirsən, nə bilim, İməklə, sürün. Amma ki, yəni hərəkətdə ol. Amma hərəkətdə ol. Bu çox vacibdir. Və bu bütün hallarda sürünəndə, iməkləyəndə, qaçanda, gəzəndə sən doğru olmayan qərarlar verəcəksən. Bunun variantı yoxdur. Doğru qərarlar, yəni doğru qərar vermisənsə qaçırsan. Doğru qərar verməyəndə sürünürsən. Amma ki, yenə də o yol var da, Allah o yolu əsas saxlayıb. Mənim üçün əsas o yoldur. Sürünərik də, qaçarıq da, gəzərik də, əsas yerində dayanmamaqdır. Yenə də dava da addım ata bilərsən, çünki bu da hərəkətdir. Əsas dayanma. Bayaq o canavarlar dediniz, amma bir şey fikirləşdim ki, hamının da sağında, solunda canavar deyil. Bəzilərində orada çaqqallar oturubdu. Və dəhşətlisi odur. Canavar olsa, hardasa yenə qurd psixologiyasını... Ruslar demişkən deyir, Vray dorogu znayet volki. Aha. Belə bir Slavyan pričası var. Çok biz canavarın canavar olduğunu zaten çaqqallar olmasa canavarın canavar olduğunu nereden bilirik? Bəzən məsələn biz itə vəfalı heyvan deyirik. Amma ki başqa prizmadan gəlin baxaq. İt kimə vəfalıdır? Öz sahibinə. Öz sahibinə. Bəli. Amma ki hansı nəsilləndi? Canavar kimi. Canavara vəfalıdır mı? Xeyr. Ona görə meşə çaqqalsız da olmaz. Amma meşədə mütləq canavar da olmalı. Amma kaş gələ sağımızda, solumuzda canavar otursun, başqa. Siz deyirsiniz həmişə ki, insanlar maskada gəzirlər. Bəs o maskalar çıxsa, necə bir, belə deyim, şəkillə biz üzləşərik? Yəni, bir anlığa təsəvvür edin ki, hamı maskanı atıb. O həmən an xaos yaranır. Həmən an əməlli başlı xaos yaranar. Bütün insanların maskası var. Söhbət ondan gedir ki, biz maskanı idarə edirik, yoxsa maska bizi idarə edir. Söhbət orada başlayır. Yəni, mümkün deyil, sən belə çılpaqlığınla rahat şəkildə çıxırsan cəmiyyət ortasına ki, mən buyam. Xeyr, hamımızın maskası var. Düzdür, bunu danıcıylar, amma kör gördü. Bir müddət xaosda yaşayarıq, hamı maskasını çıxartsa. Bir müddət. Yəni, haradasa xeyli zaman çəkər, amma mən sonradan inanaram ki, dünyanın yaxşılaşması üçün bu əməlli başlı maraqlı təkan olardı, hamı maskasını çıxartsa. Yenə deyirəm ki, çox önəmlidir ki, biz maskamızı idarə eləyək, maska bizi idarə eləməsin. Maska da bizi idarə eləyə bilər. Əlbəttə. Çox rahat şəkildə. Biz maskamızı idarə elədiyimiz qədər hələ ki, məncə, vəziyyət stabildir. Tək Allah bizə maskanı ancaq cərrahiyyədəki kimi qorunmaqdan ötürü. Yox, tök o maskalar deyil, tök o maskalar yoxdur. Təəssüflər olsun ki, tök o maskalar yoxdur. Amma kaş ki, tək elə qorunmaq üçün olan maskalar olardı. Elə heç vaxt olmayacaq. Mümkün deyil. İnsan yorulur axı. Yəni,
nə qədər maska ilə gəzmək olar? Bu hər zaman olub. O mənəvi dediyimiz ki, o simada olan maska ki var ha, artıq onunla onların arasında çox intim bir kontakt yaranır da, o dəri ilə o qədər o sirayət eləyir ki, hopur bir qrim kimi. Bax, yəni çətin axı bir dənə olsa yaxşıdır. Bütün ömrü boyu o qrimlə gəzmək nə qədər? Bir dənə olmaq yaxşıdır. Məsələn, atalar misalımız belə deyir də, ayıya dayı demək. Yəni sizcə bu ataların doğru misalıdır? Yox, müəyyən yerə qədər ayıya dayı deyərsən, bu nə deməkdir? Bu artıq maskalanmaq deməkdir. Yəni maska taxırsan. Yanlış bir misaldır da əslində. Ataların bütün dediklərində məncə doğru olmayıb. Atalar məncə bunu deyiblər ki, yəni belə insanlar da var. Belə insanlar da var. Yəni mən durub özümdən götürsəm, sırf özümdən götürsəm, desəm ki, eləməmişəm, yanlış olar bu hər bir halda. Çünki bu mənim başıma gəlib, mən öz təkliyimlə, mən özümlə üz-üzə qalmışam və nələr elədiyimin də fərqindəyəm. Durub indi böyük-böyük danışmağımın yeri yoxdur ki, yox, insanlar maska taxır, mən taxmıram. Bəlkə mən onlardan çoxunu taxmışam. Bəlkə mən onlardan daha çoxunu taxmışam. Amma ki, sadəcə bir məqama gəlirsən, fikirləşirsən ki, yox, bu maska taxmaq məni xoşbəxt eləmir. Və insanlardan uzaqlaşırsan. Yeri gəlmişkən elə maska dediniz. Bilirsiniz də, Venetsiyada elə o vaxtdan maskarad keçirilirdi və orada çox qeyri-adi maskalar taxırdılar. Məsələn, siz o bala getsəydiniz, hansı maskanı seçərdiniz? Mən insan maskasını seçərdim. İnsan da olmalıdır onların arasında. İnsan da olsun da, ən azından düşünsünlər ki, bu insan maskasıdır. Niyə də yox? Ağ-qaradan başladınız, qapqaraya gəldiniz. Demək, həyat tərzimiz budur. Uğur qazandıqdan sonra gələn boşluq hissi ilə siz şəxsən Kamran Ağabalayev necə mübarizə aparırsınız ki, o ən məncə çətin mübarizədir? O yenə də deyirəm, uğur qazandığım, uğur, bir uğur var və ona gedən yol var. Sən yolda xoşbəxt olursan, uğur qazandıqdan sonra boşluq başlayır zaten. Sən uğur qazandıqdan sonra uğurlusan, tamam. Amma bu uğur özünü nə edə göstərir? O da çox vacibdir. Ümumiyyətlə, uğur anlayışımız nədir? Hamının bir uğur anlayışı var. Sizin üçün nədir Kamran bəy? Kimi rifahda görür. Mənim üçün, mən özümlə xoşbəxt olan adamam, mən öz təkliyimlə xoşbəxt olan adamam. Təəssüflər olsun ki, məsələn, mən istəyirəm ki, mənim telefonum sussun, amma bir yana da fikirləşirsən ki, mənim telefonum sussa, mənim maddi rifahım olmayacaq. Bəli, reallıq. Ona görə telefon susmasın. Ona görə məcbur. Amma bu artıq, məsələn, mən indi sizə bariz nümunəsini görürəm ki, mən sizə indi hal-hazırda maska taxım. Çünki mən dilimlə deyirəm ki, mən öz tənhalığımı sevirəm. Amma ki, bəzən görürsünüz, həyat variant qoymur. Mən maska taxmaq məcburiyyətindəyəm. Bu maska ilə maskadır ki, heç kimin haqqına girmir. Heç kimin haqqına girmirəm, təbii ki, heç kimin haqqına, amma öz haqqıma girirəm. Belə maskalar təhlükəli deyil. Ən pis təhlükəli elə budur. Öz haqqınıza girirsiniz. Özümə görə, mən öz haqqıma girirəm. Mən özümün qul haqqına girirəm. Ona görə balans. Mütləq şəkildə balans. Yəni, uğur qazandıqdan sonra mən uğur qazandığımı da düşünmürəm. Çünki bu uğuru, mən öz başına olsa, mən bu uğuru heç vaxt qazana bilmərəm. Mümkün deyil bu uğuru qazanmaq. Çünki mən yenə deyirəm, mən harada doğulduğumu da bilirəm, harada böyüdüyümü də bilirəm, kimlərin arasında böyüdüyümü də bilirəm, mən nələr gözlədiyini də bilirəm. Amma necəsə olub da, necəsə olub, bilmirəm. Allahın əşrəf anına düşmüşük, necə düşmüşük, bəxt, yəqin. Müəyyən situasiyalarda Allah məni önə çıxardıb, amma yenə də buna uğur demirəm. Yəni buna uğur demirəm, heç bir şəkildə, yəni mənimlə bağlı bir şey deyil. Ona görə mən buna biraz çətinlik çəkirəm cavab verməyə. Çünki, yəni vallah, billah uğurlu olduğumu düşünmürəm. Uğurlu olduğumu düşünmürəm. Təvazökarsınız. Təvazökarlıq da deyil. Yəni təvazökarlıq da deyil, yəni uğur, yenə deyirəm, mənim üçün uğur başqa şeydir. Yəni bir aktyor olaraq sizin üçün, yəni özünüzü uğurlu saymaq üçün maksimal bir hədd nədir? Məsələn, səhv eləmirəmsə, bu dəqiqə siz Rusiyanın ən öndə gedən aktyorları ilə tərəf müqabilisiz, ən tanınmış rejissorların filmlərində çəkilirsiniz. Bəs yəni ki, son hədəf, yəni uğur, yəni məsələn, aktyorun uğuru nə deməkdir? Yenə deyirəm, biz necə bu aktyorun şəxsiyyətindən irəli gələn bir şeydir. Bunu hamı başqa-başqa cavablandıra bilər. Amma ki, bu o qədər də böyük şey deyil axı. Yəni biz əgər
Allahı tanıyırıqsa kimdir? Valla bu siz saydıqlarınız böyük bir şey deyil. Hə, mən bunu özüm də demişəm ki, Keşm adasında oturmuşduq. Nahar fasiləsi idi. Biz Rukov, Kanelli, Rovşana Kurkova, Nikita Kalagrivi, Mandarçuk, Lavrov. Fikirləşirsən ki, ayda mən elədim. Özün öz ağzından olursan ki, sən kimsən bunu eləyəsən. Sən bunu eləyə biləcək gücdə biri deyilsən. Heç bir Siz halda. bunu dərk edirsiniz. Hə, ona görə mənim üçün uğur biz necə, yəni biraz uğur da onundur. Hər şey. Hər bir halda onundur. Yəni mənim deyil. Sadəcə olaraq necəsə olub ki, hə, Allah deyir sevdiyini sevdirər. Çox ümid edirəm ki, belədir. Ki Allah sevdiyini sevdirər. 100%. Çox ümid edirəm ki, belədir. Başımdan böyük danışmaq da istəmirəm. Mənə təmsilçilik düşür, mən onu təmsil eləmək istəyirəm. Bilmirəm, təmsil eləyə bilirəm, bilmirəm. Amma ki, təmsilçilikdən başqa bir şey düşünmürəm. Bu uğurlu təmsilçilikdir, bilmirəm. Bu uğursuz təmsilçilikdir, bilmirəm. Bütün amma bunun içində olmaq, yəni bunun mənim üçün də bonusları da var da. Məsələn, sən təyyarədən düşürsən, sən təyyarədən alırlar, sən təyyarədən alıb götürürlər setə, 5 ulduz otellərə. İmtiyazlarından bunun içində mən də o imtiyazlardan istifadə bəli. edirəm ki, mən Sovetskinin çox dar küçələrində böyümüşəm və o anda da yəni yada düşən ilk şey şükürdür. Şükür, sonra da sınarını yaxşı bilim ki, sabahları mən məni bura götürən varlığı biabır eləməyim. Çünki elə bir yerdir ki, sənin ikinci şansın olmayacaq orada. Sənin ikinci şansın olmayacaq. O da başqa dildir, yenə də nə qədər olsa mən Azərbaycan dilində düşünürəm. Mən rus dilində mükəmməl danışa bilərəm, amma mən Azərbaycan dilində düşünürəm. Və mətin, xarakterin başa düşmək, xarakterin içində olan o gizlini açmaq, gecə saat 3-də olsa, 4-də olsa utanmıram, rejissoru da yığacağam, prodüssoru da yığacağam, hamını yığacağam ki, mən bunu başa düşməmişəm, bunu mənə başa salmalısınız. Mən bunu başa salacaqsın, mən başa düşməmişəm, bu nədir? Bunu mənə başa salın. Ona görə belə, yəni uğur da Allaha məxsusdur. Mən oradakı o balaca imtiyazlardan istifadə eləyən adamam. Uşaq vaxtı məşhur türk müğənnisi Candan Erçetinin bir mahnısı var idi. Sözləri alışmadan yalnızlığa, affetməyi öyrən vakit varkən. Zəfərlərə ödül yalnızlıqdır, nə yazıq ki, yalnızlıq. O vaxtı məsələn çox qəribə gəlirdi o sözlər. Amma indi baxırsan ki, zəfərlərə ödül doğrudan da yalnızlıqdır. Bəli. Bu balans olmalıdır da. Nəsə verilirsə bizdən nəsə alınmalıdır. 100%. Mütləqdir. Balans pozulanda artıq bəli, başqa faciələr baş verir. İntizamınızı qorumaqdan ötürü özünüzə qarşı sərtsiz, yoxsa? Bu da balanslı bir şeydir. Məsələn, mən 5 gün intizamlı olub 6-cı gün özümü ödülləndirə bilərəm, özümü mükafatlandıra bilərəm. Bu mükafatlandırma da nədən ibarətdir? Maksimum 5 gün yemədiklərindən, məsələn, hansı ki, olmaz yemək, onu yeyə bilərəm. Biz sizinlə dünənləri söhbət edəndə mən şokolad yedim bir siniyə görə, çünki mənim çit deyim idi. Ona görə rahat şokolad yeyə bilərdim. Mən hər gün yeyirəm şokolad və bundan çəkinmirəm. Niyə? Nə bilim, siz yəni ki, sənətinizdə irəli gəlir ki, o bir tələbatdır, yəni siz o cür fit görsənməlisiniz. Şokolad yəni şeydir axı, sevinç hormonunu deyəsən, siz səhv eləmirəmsə. Adım sevinç. Sevinç hormonu və şokolad. Qarmoniyada olmaqdan ötürü gündə bir damcı da olsa yeyirəm, yəni bunu boynuma alım, idmanla məşğul olmağıma rağmen. Mən də istəyirəm, valla səhər saat 6-da durmayım. Kim 6-da durmaq istəyir? Yəni durdun okey də, yəni sən durdun ibadəti elədin, yatdın, okey. Və yaxud ibadətə qədər yatmadın, sonra yatdın, nə qədər istəyirsən yatdın. Amma olmur. Allah düzəni sevir. Allah disiplini sevir, çox sevir özdə, çox, hər şeydə. Mən bunu biraz başqa cür deyirəm, heç buna disiplin də demirəm. Mən səbəb salıram. Mən səbəb salmağa məcburiyyətim var. Məsələn, mən Sankt-Peterburqda xoreografiya ilə məşğul olanda mən bilmirdim ki, niyə qılınc xoreografiyası ilə məşğulam. Amma sonradan bir çox filmlərdə dadıma çatdı. Mən at sürməyi öyrənəndə mən bilmirdim niyə at sürməyi öyrənirəm. Heç nə təsadüfi deyil. Təsadüf, ümumiyyətlə təsadüf. Əgər bir təsadüflərin təsadüf olduğunu deyiriksə, deməli Allahı danırıq. Ona görə mənim üçün heç bir şey təsadüf deyil, Səbəb salıram və səbəb salmağa davam edirəm. Formada olmalıyam, bəli olmalıyam. Çəkim heç bir halda 89-un üzərində olmamalıdır. Yağ bir 11-12% üzərindən keçməməlidir. Doğru qidalanma, doğru məşq sistemi. Mən də istəyirəm işə qədər yatım.
Amma olmur. Yox, inanın ki, işə qədər yatmaq heç yaxşı şey deyil. Yox, arada lazımdır. Arada lazımdır. Mən hardasa yay aylarında bunu necəsə özümə icazə verirəm. Yəqin ki, həftədə bir dəfə. Yox, bir həftə. Doğruda. Hə, bir həftə. Bir həftə özümə onu icazə verirəm. O da olmalıdır. Həyatda elə bir an olub ki, çox peşman olmusunuz. Amma o peşmanlıq sizi bugünkü Kamran Ağabalayev eləyibdir. Elə peşmanlıq olub. Yox, müəyyən yaş həddindən sonra elədim, heç nəyə peşman deyiləm, hətta doğru deyilsə belə. Çünki nəsə dəyişə bilirəm, yox. Artıq eləmişəm. Yenə də arxasında dayanmağa daha çox üstünlük verirəm. Amma ki, peşman olmamaq üçün müəyyən situasiyalar var ki, səni vadar edir ki, o yerə gəlib çıxırsan ki, sən rahat şəkildə boynuna ip bağlayıb verə bilirsən ki, bu idarəçiliyi sən elə, mən idarə eləyə bilmirəm. Mən idarə eləyirəm, sonra peşman oluram. Nə vaxt başa düşdünüz ki, o ip sizin əlinizdə deyil? Neçə yaşında? Mən elə bilirdim ki, ip mənim əlimdədir. Bəs neçə yaşda başa düşdünüz ki, sizin əlinizdə deyil? Yəqin ki, biraz gec baş verib bu. Sırf ip söhbətinə gəliriksə, yəqin 40. Bu sırf ip söhbət, bu sırf təslimiyyətdən gedir söhbət. Bəli. Yəqin ki, 40. Azərbaycan nağıllarında da hər şey 40-cı, bütün sirlər 40-cı qapıda olur. Peyğəmbərimizə də peyğəmbərlik 40 yaşında gəlibdir. Nə gözəl təsadüf. 40 ümumiyyətlə bizim nağıllarımızda hər şey 40-cı qapıda baş verir hər zaman. 40 gün 40 gecə. 40 gün 40 gecə mübarizə aparırlar, 40 gün 40 gecə toy eləyirlər. 40-cı qapıda bütün sirlər olur. Bu, bir çox psixoloqlar da bunu yaşa bağlayırlar. Əli babanın da 40 qulduru olur. Əli babanın da 40 qulduru var. 40 ümumiyyətlə müqəddəs rəqəm sayılır. Belə, çox maraqlı rəqəmdir, çox mistik, ezoterik rəqəmdir. 40-da, yəqin ki 40-dan sonra başa 40-dan sonra başa düşürsən ki, həsə yaşayırsan. Razıyam. Çünki eyni şeyi yaşamışam. Verilişlərin birində sizi dinləyərkən dediniz ki, siz film çəkilsə nə vaxtsa Şümür obrazını canlandırmaq istərdiniz. Sual belədir. Şümürü canlandırarkən siz özünüzü yalnız rol oynayan aktyor kimi görəcəksiniz, yoxsa bir mənəvi xəyanətin simvoluna toxunduğunu hiss edəcəksiniz? Çünki ən qəliz bir rolu seçmisiniz. Əslində bilirsiniz də, yəni bu sözü gedən fikirdən sonra həddindən artıq çox mənfi rəylər yazmışdılar, həddindən artıq çox. Ki insanlar doğrudan dilə başa düşürdülər ki, yəni mən Şimir olmaq istəyirəm. O gün, həmən gün üçün olan fikir o idi ki, mən düşünürdüm ki, mən aktyor olaraq Şimrin bütün mənfi tərəflərini göstərə bilərəm. Bugün düşünürəm ki, məsələn, bugün tam başqa bir fikirdəyəm. Bugün tam başqa bir fikirdəyəm. Yenə də, yəni, xarakter dəyişmir, rol dəyişmir. Yenə də sual versələr, yenə də Şimir deyərəm. Amma niyə? Niyəsini deyim. Tarixdə bütün müharibələr ya var dövlət üçün olub, ya ideologiya üçün olub. Bəli. Biz Hüseyn İbn Əlinin də ideologiyasını bilirik. Yezidin də ideologiyasını bilirik, hər ikisində ideologiya var. Amma bir də var muzdular. Sən pulunu verirsən və o gəlir sənin tərəfində döyüşür. Bax, Şimir budur. Prinsip yox. Əqidə yox. Ona prinsip və əqidə maraqlı deyil. Maskalı adam. Ona xarakter də maraqlı deyil. Bu adam deyir ki, kim nə qədər pul, yəni bəlkə də, bunu deyim, ola bilər bu söz söhbətə səbəb olar. Amma deyim, bəlkə də Hüseyn İbn Əli Yeziddən daha çox pul versəydi, Şimir o 72 nəfərin arasında ola bilərdi. Təbii ki, Allah bilir ki, kim kimdir, ona görə orada deyil. Sırf mən indi insan kimi düşünürəm. Bugünkü bütün o möcüzələri, hər şeyi qoyuram qırağa. Yəni, bu adam xaraktersiz biridir. Və çünki bunun sübutu da var. Yezid deyir, mən səndən beyyət istəmişdim. Mən sənə demişdim ki, qətlə yetir. Hətta durur birinci Roizəni özü oxuyur.
Və Allah belə insanlardan saxlasın. O, bilirsiniz necə, Şimir orada göstərir ki, əqidəsizlik də nədir, xaraktersizlik də nədir, simasızlıq da nədir? Yəni, bugünün materialisti. Bəli. Şimir bugünün materialistidir və təəssüflər olsun ki, ətrafımızda görünə qədər belə adamlar var. Təəssüflər olsun. Yəni, bu Şimir ayıya dayı deyən adamdır. Bəli, həmən o, bayaq həmən ayıya dediyiniz dayı deyən adamdır. Maska. Hə. Yəni ki, amma yenə də məsələn təklif eləsələr, hətta ondan sonra təklif oldu. Aha. Ondan sonra təklif də oldu, düşünürdülər. İran filmi olmalı idi, amma məlum səbəblərdən sonra hələ dayanıb. Nə zamansa düşünürəm ki, hə, Şimir oynamaq olar. Arzumdur, arzum deyil. Arzum deyil, arzum Əmir Teymur oynamaqdır. Amma yəni, düşünürəm ki, Şimiri göstərə bilərəm ki, bir güzgü effekti verə bilər. Çünki amma yenə də bir sünniyə görə, yenə də çiğ südənmişik, yenə deyirəm, hamımızın içində bir Şimir var. Bəli. Mən sonra bilmirəm, amma Şimir oynadıqdan sonra bu nəyə çevrilə bilər, nəyə çevrilməyə bilər, nə kimi fəsadlarda özünü göstərə bilər. Amma yenə də. Sadəcə mən sizlə söhbət əsnasında hər dəfə onun şahidi olmuşam ki, sizin içinizdə Hüseyn ibn Əliyə qarşı o qədər böyük bir sevgi var ki, o sevgi, o eşq o qədər böyükdür ki, siz o eşqdən irəli gələrək yəni nifrət o qədər böyükdür ki, Şimirə, siz onu içdə o qədər bilirsiniz ki, siz onu çox gözəl göstərə bilərsiniz. Mən bundan əminəm. Hə, yəni mən yenə də deyirəm, mən imamı nə qədər tanıyıramsa, düşmənini də o qədər tanıyıram, bugün də düşmənlərini tanıyıram. Və ona görə ürək istəyər ki, göstərəsən, qəlb istəyər ki, göstərəsən, bilmirəm, göstərə bilərəm, yoxsa yox, deyirəm. Allah nəsib eləsin sizə. Heç bilmirəm də, yəni onu da qarışmaq istəmirəm işlə, nəsib eləsin, eləməsin. Amma ki, materialist, əqidəsiz, xaraktersiz birini canlandırmaq istəyərəm. Çünki həddindən artıq çox referans var ətrafımda. Və aktual bir mövzudur. Ətrafımda referans çoxdur. Ümumiyyətcə, kimisə proyeksiya eləyəcəm ora. O mübarizə indiyə nə qədər davam eləyir? Əqidə və əqidətsizlik, ağ və qara, sima və simasız. Bütün savaşlar təkrar olunacaq. Bütün savaşlar. Çünki bu ya torpaq üzərindədir, ya var dövlət üzərindədir. Amma yeganə savaşdır ki, heç vaxt təkrar olmayacaq, o da Kərbəladır. Bəli. Heç vaxt bir təkrar olmayacaq, mümkün deyil. Çünki o tam başqa bir meyar üzərində qurulmuşdur. Çünki mümkün deyil. Tam başqa. Təkan halınız yadınızdadır? Nə vaxt olub təkan? Çox olub belə təkanlar. Çox olub deyəndə nə qədərdir? Yəni bir əlin barmaqları sayacaq qədərdir. 1, 3, 4 belə bir an var. Bəs ilk təkanınız ki, yaxınlaşdınız ona. Bildiniz ki, heç vaxt tək olmamışsınız. Mən ona bir necə yaxınlaşmışam. Anamın pişirdiyi hədi ilə. Anamın pişirdiyi hədi ilə anam hekayələr danışardı. O vaxt mənə nağıl kimi gəldi. Mən də nağılları çox sevirdim. Bunu mənim məktəb müəllimlərim də təsdiq edə bilərlər. Həmişə özümü yaxşı aparmayanda nağıl kitabı ilə sakitləşdirirdilər ki, özümü yaxşı aparsam nağıl kitabı verəcəyik. Və verirdilər də. Yəni, yəqin həmən dövrdə mənim dilim olub da, yəni hamının bir dili var, hamıya Allaha bir dildə başa salırlar. Əlbəttə. Mənə hədi ilə başa salıb ana. Amma o hədidən sonra gedirsən Kərbəla vaqəsinin ideologiyasına qədər qeyib çıxırsan. İlk tanışdığım da anam vasitəsilə olub, ilk üsyanım da anama görə olub. İlk dostluğum da Allah bizi dostlaşdırıb o üsyandan sonra. Necə olub üsyanınız? Həkimlər bir gün dedilər ki, yəni rahat şəkildə xəstəxanadan götürün, aparın, yəni artıq bir şey qalmayıb. Ən azından evində rahat. Mənim də bir anam var, bir özüməm. Çox böyük üsyan idi. İndi biraz utanırdım danışanda. Amma onda utanmırdım. Ki dedim, yəni, sənə keçirsən ki, sən neyinirsən. Sənə keçirsən, bu biraz danışdıqca da utanıram.
və o həkimlərin dediyi düz olmur, o keçir. Ondan sonra bir 10 il artıq anam yaşayır, Allahın izni ilə təbii ki. Və indi mən utanıram, baxın, mən dava salmışam, indi üzünə də baxa bilmirəm. Bir yandan gözləyirsən ki, həkimlər deyirlər belə. Baxırsan ki, 10 gün oldu, 1 ay oldu, 2 ay, nəsə, hər şey yaxşıdır. Və üzün də gəlmir, demək ki, onsuz da bilirsən də, mən səndən üzr istəyirəm. Və onda da yenə anam barışdırdı ki, yəni səni düz eləməmsən, başından böyük qələt eləmişsən, harada dava eləmişsən, ged orada da barış. Məscidin həyəti idi. Və çox maraqlıdır ki, deyirəm də, Allahla olan bütün münasibətlərimdə anam var. Yəni, bugün özündə də var. Gözəl. Bəlkə də o üsyan yox, o sizin içdən olan duanızı eşitmək istəyirmiş. Onsuz da biz necə, yəni biz bir yola çıxanda bu yolda daş da var, bu yolda ayağın daşa da dəyməlidir, yıxılmalısan da, sürünməlisən də. Yəni, nə yaxşı ki, bunları keçmişəm. Bəlkə heç təkanım olmayıb, bundan sonra olacaq. Elə onu sual vermək istirdim ki, indən sonra yaşasaz. Hər gün təkan gözləyirəm. Nə deyərsiniz ona? Mənim onu deyəcək heç nəyim yoxdur, valla. Yəni, idarəçiliyini birinə verən adam, mən ona nə deyim, idarəçiliyi onun əlindədirsə, mən ona heç nə deyə bilmərəm. Mənim başım üçün deyil. Mən sadəcə olaraq hər gün, biz necədir, o deyirlər, biz bir gün doğuluruq. Biz bir gün xoşbəxt olmaq istəyirik, bir gün ölürük. Fikir verin, hamısında əsas söz bir gündür. O bir gündür. O bir gündür, bu gündür məsələn. Və mən bugün xoşbəxt olmaq istəyirəm. Sabaha heç kimdən sizin ümidiniz var. Siz deyə bilməzsiniz ki, bu verilişin montajını biz sabah eləyə biləcəyik. Əlbəttə. Bilmirik. Heç 5 dəqiqədən sonra bilmirik nə olacaq. Vallahi bilmirik. Çəkdik, indi Allah kərimdir. Təqdir ilahi. Qismət olar, montaj eləyərik. Bugün xoşbəxt olmaq istəyirəm. Bu an üçün çox sağ ol deyirik. Bugün xoşbəxt olmaq istəyirəm. Çox sağ olsun. Bu an üçün çox sağ olsun. Çox sağ olsun. Bir ay bundan qabaq biz bu an üçün hamı oturub danışırdı. Amma bugün qismət oldu. Qismət. Bugün Allah qismət elədi. Çox sağ olun ki, dəvət eləmisiniz. Siz sağ olun, gəldiniz. İnşallah ki, mən də düşünürəm ki, elə təkanıma var. İnşallah. Və mən arzu eləyirəm ki, təkanınız nəyin olmağından asılı olmayaraq, hər gün çox sağ ol deyəcəyiniz anların sayı artsın. Çox sağ olun ki, gəldiniz. Bugünə də şükür. Sağ olun. Sağ olun.